Beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlmənin gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təhribatdır. Hər ikisi də qəbul edilməzdir. Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalı. Tamam, dərsə hazırlaşdınız? Yox, mən hələ oran bilməmişəm. Mən də sədən deyirəm. Kitabı da oxumışam, sonra oynayaq. Niyə öz sözləri işlədirik? Ana dilimizdə danışaq. Ana dilimizdə təmiz danışaq. Azərbaycan dili bizim ana dilimizdir.